Troll balamız ne? Azərbaycanda Əliyevlər olmasaydı, Azərbaycan xaraba qalardı, pis gündə olardı. Bala, Əliyevlər 69-cu ildən bura var da. Əliyevlər nə vaxt Azərbaycanda olmayıb ki? Cəmi cümlətanı 3-4 il olmadı. 3-4 ildə 4 dənə ölkə başçısı dəyişdi. Biri Bağırov idi, biri Vəzirov idi, biri Ayaz Mütəllibov idi, bir də Elçibəy idi də. Onlar da 4 ilin içində dəyişdilər. Yəni ki, heç bir il olmadı da, 40'ları çıxmaya dəyişdilər. Ondan başqası dedim, sonra təzdən Əliyevlər gəldi də bala. Əliyevlərsiz bizim bir günümüz olub ki, deyirsən ki, onlar acından. İndi oturub fikirləşirəm, deyir ki, bunlar deyir ki, xalq cəbhəsi vaxtında güya ki, bu 4 ilin içini ələm deyirəm, tək xalq cəbhəsində də demirəm. Demək, 4 ilin içində Azərbaycanı elə xaraba qoymuşdular ki, cəmaat acından gəbərdi. Ay bala, 4 ili yaxşı, biz gəbərdik, öldük, itdik. Bəs 35 ildir bu Əliyevlər təzədən gələndən sonra Azərbaycan nə gündədir? Bir otur onu fikirləşkilən, sonra ağzıma gələni orada yazgınan da. Mən özüm buradan İlham Əliyevə demək istəyirəm. İlham Əliyev, bəsdir, qutar. Cəmaatın axırına çıxmısınız. Bu cür siyasət olmaz, bu cür hakimiyyət yürütmək olmaz. Mən başa düşə bilmirəm. Azərbaycanda hansı şərəfsizdir, onlara şöhrət ordeni verilir. Kim cəmaatın qanını çox içir, onları icra başçısı qoyulur. Kim gic-gic danışır, onlar deputat qoyulur. Ay başıma dönün, bu nə politikadır, yürüdürsünüz, nədir? Azərbaycanda lübü yer pulla alınır, pulla satılır. Cənab Prezident, bəsdir də. Biraz otur fikirləş ki, adicə nə az qalıb ki, İborsan da sərəncamını sən verəsən. Hamının sərəncamını sən verirsən. Nazir mavinini sən verirsən, nə bilim, məmur qoyursan, sən verirsən. Bunların hamısının sərəncamı sənə aiddir, olmaz belə. Oturmuşsan, əliyin papağın vəliyin başına qoyursan, vəliyin papağın əliyin başına qoyursan. Gətirirsən kənd təsərrüfatı nazirini Ali məhkəməyə sədr qoyursan. Ondan sonra cəmaatın qanını içən prokuroru gətirmirsən, qoymuşsan konstitusiya xanları, qoyursan konstitusiya məhkəməsinə. Nə bilim, valla özünü də bilmirsən, neynirsən, ya bəlkə də bilirsən, cəmatı gic yerinə qoymuşsan, axmaq yerinə qoymuşsan, adicənə sudur, su basıb Azərbaycanı, pis gündədik. Bir 4-5 ay bundan qabaq su basmışdı da Azərbaycanı, İminli həmin yerdə, Bağırov mostuyun altında, düzəltdiriydin də. Bir ucdan devlətdən pul istisat olunur, bir ucdan devlətdən pul istisat. Ay qurban olum, ay başıma dönəm. Bu Azərbaycan uşaqları, Azərbaycan anaları, Azərbaycan balaları yalnız sənin 3 uşağından, nəvələrindən, özündən, arvadından, bir də yanındakilardan ibarətdir. Eləmə də, cənab prezident. İnsanların hamısını iriyəndirməginə. Mən hələn bir dənə nəfəri görməmişəm ki, gəlsin Azərbaycanda iş axtarsın. Ay başıma dönüm, niyə? Biz oturmuşuq, ora-bura səpələnmişik, vətənimizdən didərgin salmışsan. Mənə düşən mən, dünyanın hansı yerində Şimali Koreyadan başqa sərhədləri, quru sərhədləri bağlı olan yer var. Ay qardaş, quru sərhədləri niyə bağlayırsan? Deyirsən ki, koronavirus, mən başa düşə bilmirəm, samalyotla gələ bilmir, koronavirusu yeməyin içində gətirə bilmirlər, sala bilmirlər. Ya müharibəyə görə eləyirsən, Rus sənə müharibə elan edib, piyada qoşunlarla gələcək, istəsə 5 dənə İskəndər bəsdir Azərbaycana. Qardaş, bəsdir də, cəmaatı az gic yerinə qoyduğuna, zavod aç, fabrika aç, fəhlələrə şərait yarat, pensiyaları verir, nə biləm, uşaqların mavinətini verir. Sən qazilərə 80 manat pul kəsmişsən, ayıbdır sənə. 80 manat, 80 manatı sən bir gün yox, heç 5 dəqiqə istifadə edə bilərsən. Bəsdir də, bütün ağzını açanların hamısını tutub basırsınız içəriyə, hərəsini bir yolla. Belə baxanda bu Əvəz Zeynallıdır, nə biləm, Azər Qasımlıdır, Rüfətdir, Qubad İbadoğludur. Qardaş, nə istəyirsən onlardan? Qızları niyə tutmuşsan?
Hərəsini bir tərəfdən tuturlar, basırlar içəriyə. Sözün düzün dedi. Bax, indi mən sözün düzün deyirəm, 1000 nəfər yox, 10.000 nəfər, 1 milyon, 5 milyon deyəcək ki, xala düz deyirsən. Amma ki, mən başa düşəməm, mən sizə təhqir edirəm. Sözün düzünü deməyi təhqir kimi qəbul edirsən, sən demək təhqiramiz iş görmüsən də. Sən təhqiramiz iş görürsən ki, bizim dediyimiz sənin xoşuna gəlmir də. Sənin iqtisadçıların hamısı maşenlik, sənin ətrafın hamısı maşenlik, qurban sənə bəsdir də. Və insanlara biraz şərait yaratqınan bu insanlar da yaşasın. Uşaqların, ali savadlı uşaqlarımız taksi sürür. Deyirsən belə, mən başa düşürəm, hansı ata-ana uşağını artıq deyər ki, universitetdə oxusun. Heç birinin bu dəqiqə vecinə deyir. Çünki bilir ki, universiteti qutaranlar hamısı işsiz qalır. Azərbaycanın məmurları yalnız milyonerin balalarından ibarətdir. Niyə görə bütün məmurların ataları kimlərdirsə? Niyə? Bu hansı məmurumuz? O köhnələri demirəm. O Sovetin dövründən qalan indikilərdən danışıram. İndikilərdən danışıram ki, bütün məmurların hamısı milyoner balalardır. Milyonerlərin dibil uşaqları da polislərdir. Qardaş, bəsdir də. Qutar da, bu özbaşınalığı, bu nə bilim anarxiyanı, bu cür dövlət idarə eləmək olmaz. Deyirsən, mənə mesaj göndərin, mənə sözünüzü deyin, sözünüzü deyirik, hamısı tutulur, basılır içəriyə. Qardaş, sənə necə söz çatdıraq? Əgər bir adam ki, söz eşitmək istəmirsə, ona necə söz çatdırmaq olar? İnsanları az dola ilə barmaq var. Çox xahiş edirəm, cənab prezident. Bir də xanım balamız deyir ki, get ginən, otur ginən evdə, yaşına bax ginən. Bala, mənim yaşım Mehriban xanımın yaşından cəmi 2 yaş, mən ondan böyüyəm. Belə eləyəndə Mehriban xanıma da kepka başında, şalvarı da ki, gedib qaqaşlar kimi gəzməkdənsə, getsin, otursun evində, bozbaşın pişirsin. Milli Məclisə də xəbər göndər ginən ki, nə qədər qocalar varsa, canları çıxsın, otursunlar evlərində.